O mənə deyirdi ki, aramızda olanları gizli saxlayın. Ona söz verdim ki, narahat olmasın. Biz nə etməli olduğumuz barədə uzun-uzun danışdıq. Nəhayət belə qərara gəldik ki, mən əskər gedənə qədər ara bir görüşək. Artıq oturub sadəcə zamanın keçməsini gözləyirdim. Yolun sonu bəlli idi. Qönçələnmiş arzum mənim, açılmadın, hədər oldun. Nakam eşqim, bu ömrümə hüdud oldun, qədər oldun. Küləklər cırdı yelkənim, eşqim ömrə çıxdı qənim. Məhəbbətim, arzum mənim, gülüşlərim qəhər oldu. Heç tükənməz bu qəm möhnət, bu istirab, bu müsibət, bal dediyim ilk məhəbbət, sən nə acı zəhər oldun. Marif halın yaman haldı, bu nə cavab, nə sualdı, bağça bağım viran qaldı, bu nə acı bəhər oldu. Həddən ziyadə əzab çəkməyə başlamışam, bir an belə onu unuda bilmirəm. Son görüşümüzdə danışdıq ki, yenə görüşərik, amma vədəni o verməli idi. Vermədi. Nəhayət 14 gün sonra xəbər göndərdi ki, gəlsin. 31 mart axşamı onun məktubuna yazdığım cavabı ona verib evimizə gəldim. Bahar yenicə gəlmişdi. Həyətimizdəki ərik ağacının çiçəkləri bol-bol ətrafa səpələnmişdi. Bir qədər ərik ağacının altında gəzindim və qəribə pərişanlıq içində otağıma qalxdım. Məktubları, şəkilləri masamın üstünə tökdüm. Bir qədər vaxt sonra isə qələmi götürüb bu şeiri yazdım. Şəkillərin, xəyalların, bir də mənəm otağımda. Yenə oldu gecə yarı, qıvrılıram yatağımda. Çölə düzə gəlib bahar, çiçək açıb bağça bağlar. Mənimsə ay bietibar, xəzan gəzir budağımda. Yada düşdü xatirələr, gəl gör könlüm necə inlər. Dinləsə daş, daş bölünər, min nalə var fərağımda. Kimlər saldı ayrılığı, niçin oldun mənə yağı? Əlində eşqin çırağı, hey gəzəsən sorağımda. Necə qurtarım bu qayğılardan? Bir tərəfdə çoxlu xərc tələb edən xəstələrimiz, digər tərəfdə uğursuz eşqim, o biri tərəfdə gəncliyin hələ qönçədən çıxmamış istəkləri, arzuları, oxumaq həvəsi, digər tərəfdə ata-ananın səni anlaya bilməməsi, onun bunun həyatında hamballıq eləmək, sözün əsl mənasında, pis-pis adamlarla üz-üzə gəlmək, daha bilmirəm nələr. Doğrudanmı mərd olmaq istəyəni dərdlər namərd eləyəcək? Hələlik dözməyə taqətim var. Həyatım dəli dalğaların qoynuna düşmüş gəmiyə bənzəyir. Qayalara çırpılıram yavaş-yavaş.